bizim insandır, orta statistik bir insandır. Burada adam 400-500 maksimum qazandığı bir 700-800 manatdır. Adam köçür, gedir xaricə. Xaricdə adam biznes qurur, əməlli başlı belə deyim də multimilyoner olur deyə belə deyək. Yəni burada bizim mən belə başa düşürəm ki, insanlarda problem yoxdur. Yəni sistemin özündə problem var onda. İqtisadiyyatda bu böyük bir mövzudur əslində. İqtisadiyyatda uğurlu nədir? Bütün araşdırmalar, misal üçün Darin Hocamoğlu'nu götürək, bu ilin Nobel mükafatı laureatı, onun çox tanınmış 2 dənə kitabı var. Niyə görə millətlər uğursuz olur falan. Müasir bütün iqtisadi araşdırmalar uğurlu iqtisadiyyatların analizindən gedir. Yəni ki, və biz uğurlu iqtisadiyyatların oxşarlıqlarını tapa bilirik. Biz bilirik ki, orada inklüziv institutlar var, ədalət var, korrupsiya azdır, dövlətin payı çox da ola bilər, az da ola bilər, amma biznesə çox qarışacağı yoxdur. Yəni ki, iqtisadiyyatın böyük hissəsi öz əllərlərdədir. Lakin biz kasıb ölkələrə baxanda, yaxşı bir kitab var, Poor Economics, kasıbların iqtisadiyyatı, o da Nobel mükafatı laureatları tərəfindən yazılmış bir kitabdır. Onlar sonda deyirlər ki, kasıb ölkələrin varlı ölkəyə gəlib çatması üçün heç bir düstur yoxdur, heç bir eyni yol yoxdur. Biz daim olaraq deyirik ki, məndə qanun gücü olmalıdır, deyək ki, korrupsiya olmamalıdır, azadlıqlar olmalıdır, falan olmalıdır, amma bir çox dünyada ölkələr var, hansı totalitar diktator rejimlərində, yüksək korrupsiya rejimləri çox böyük uğurlar əldə ediblər. Cənubi Koreyanın özü. Cənubi Koreya son 7 prezidenti korrupsiyaya görə məhkəmə işləri açılıbdır onlara qarşı. Singapur Lee Kuan Yew götürək, Singapur möcüzəsi, o diktator idi. İnsanın istədiyini edirdi, insanlara saqqız çeynəməyə icazə vermirdi. Saqqıza ban qoymuşdu ki, siz səliqəsizlik yaradırsınız. Amma ölkənin inkişafına təsir edir. Çini götürək, Kommunist Partiyasıdır, totalitar rejimdir orada. Heç kim kənar heç nə deyə bilməz siyasi inklüzivlik yoxdur orada. Orada mən belə başqa cürədir. Orada başqa üstünlükləri var Çinin, ona görə. O sual orasındadır ki, bu üstünlüklər nədir ki, səni uğursuz iqtisadiyyatdan uğurlu edir? İqtisadçılar arasında bu ilə bağlı bir formula yoxdur. Razılığa gəlməyiblər. Yəni ki, bu 200 ildə biz bu formulanı tapa bilməmişik. Kasıb ölkə, varlı ölkəyə gedəcək yol yoxdur. Və bu səbəbdən biz əgər götürsək Amerika bir nəzəriyyələr doğru, Amerika niyə görə də birdən-birə 200 il ərzində ən güclü ölkə oldu, həm iqtisadiyyat baxımından, həm də hərbi güc tərəfindən də. Və idea orasında idi ki, Avropadan biraz maşenniklər deyirlər də, qanuna qaçanlar köçmüşdü ora, burada onları içəri basmaz. Onlar da çox, Türkçə belə bir söz var, girişimçi, entrepreneurial mindset. Azərbaycan biz hamıya sahibkar deyil, amma sahibkar o deyil, girişimçi deyil. Girişimçi belə çoxlu enerjisi olan, çoxlu iş qurmaq istəyən, gözü həmişə odla, alovla dolan bir insanlardır. Bu tipli insanlar həmişə də jurikdə biraz olublar da. Yəni ki, onlar qaçırlar Amerikaya və orada bu American Dream, Amerika arzusunu yaradıblar da. Bacarıqların hesabına sən istədiyin ola bilərsən. Bu azadlıqları veriblər. Amerika qərb fəlsəfəsi üzərində qurulubdur. İndividual azadlıqlar çox vacib rol oynayır. Biz necəsə qərblə şərq arasında qalmışıq, öz mədəniyyətimizi fərqində olmamışıq. Ona görə əgər sən daxili enerjin varsa, sən Amerika kimi ölkədə çox yaxşı özünü tapa bilərsən. Hardakı inklüziv institutlar var, sənə bu şərait yaradılıbdır. Amma bu tipli hallar çoxdur, azdırmı? Mən həmişə bundan narahatam. Biz insanlar önyarğılıyıq. Siz bir dənə nümunə tanıyırsınız, 2 dənə nümunə ola bilsin ki, tanıyırsınız. Amma bu 2 dənə uğurlu nümunə arxasında bəlkə 10 minlərlə digər ora köçən insanlar var və indi nə kim Uber sürürlər də. Misal üçün Uber'i də burada da sürə bilərdin, yaxınlarının yanında. Köçürsən Amerikaya, qab yuyursan falan yuyursan. Bir dənə bizim jurnalistimiz vardı, INSC səhv etmirəmsə. Sonra blog açdı. Amma ilk bir neçə ilini sadəcə burada hamı tanıyır, hörmətli jurnalistdir, köçür Amerika, qab yumaqda məşğul olur. Çox ucuzlu bir kafedə, restoranda. Sonra Amerika gündəliyi deyə adlı bir podcast, blog sonra açır. Vlog orada Azərbaycanlıları intervyudan keçirir. Özünü sonra tapır. Xanım. Ora Amerika köçəndə gələ Elarizi götürək də. Burada mənə yaxşı toylara zada gedirdi. Sonuncu dəfə Amerikada olanda balaca bir, bilirsiniz, bu otaq boyda bir
Bakı Azərbaycan mətbəxi restoranı var, orada oxuyur da insan indi. Amma Amerikada yaşayır. Yox, indi prosta onları da başa düşmək olmur əslində. Mən başa düşərəm, adam prosta hər şeyi yoxlayır, alınmır, köçür. Bir də var ki, bunlar burada bir karyera qurublar, onlar da köçmək istəyirlər. İnsanlar müxtəlifdir. Biz ən yaxşı öz xoşbəxtlikləri barədə insan özü bilir də. Biz nə bilə bilərik? Biz onların həyatını yaşamırıq, onların təcrübəsini yaşamaq. Bəlkə kimsə incitibdir onları burada, bəlkə kimsə onlar kimdənsə inciyiblər, ya da kimi incidiblər. Hər şey ola bilər. Yəni ki, hər bir insanın öz təcrübəsi, öz həyatı var, qərarlar verir və qərarlar elə deyil ki, mən ora köçdüm, sonra qayıda bilmərəm istənilən zaman.